Bloom-Murphy Unit 6 Past Continuous. Keçmiş daim edici zaman. Biz bu zamanı harda işlədirik, niyə lazımdır, Azərbaycan dilində qarşılığı nədir və necə düzəldirik? Gəlin bunları bu videoda öyrənək. Əgər Azərbaycan dilində edirdim, gedirdim, gəlirdim, oxuyurdum, yazırdım kimi feillərdən istifadə ediriksə, ırdı, irdi, urdu, ürdü şəkilçilərindən istifadə ediriksə, biz ingilis dilində bunu ifadə etmək üçün past continuous'dan istifadə etməliyik. Və bunu necə düzəldirik? To be'nin keçmiş zaman forması was və yaxud da were, daha sonra feil və ing. Əgər mübtədamız he, she, itlə ifadə olunubsa və yaxud da təkdə olan isimlə ifadə olunubsa was, əgər cəmdə olan isim ifadə olunubsa və yaxud da we, you, they ilə ifadə olunubsa bizə were lazımdır. Baxaq, he was playing, amma we were playing. Bəs bu zamanı ümumiyyətlə nə vaxt istifadə edirik? Hansı hallarda bizə lazımdır? Əgər biz hər hansı bir prosesin ortasında idiksə, keçmişdə hər hansı bir zamanda, müəyyən zamanda biz müəyyən işə başlamışıq və bu işi bitirməmişik. We didn't finish it. We started, but we didn't finish. Başladıq, amma bitirmədik. Və biz hələ bu işin ortasında idiksə, I was doing, mən edirdim. Deməli, bizə past continuous lazımdır. Bu o deməkdir ki, biz başladığımız işin hələ ortasında idik və bütün bunlar keçmişdə baş verir. Məsələn, what were you doing at 10 o'clock last night? Dünən axşam saat 10-da nə edirdin? Hansı prosesin ortasındaydın? Hansı işi görürdün? Biz buradan başa düşürük ki, onun hansı işi bitirib bitirmədiyindən danışmırıq. Ümumiyyətlə, hansı işin ortasında olduğundan danışırıq. Ki, dünən axşam sən bu saat hansı işi ilə məşğul idin? Həmin o anda nə edirdin, nə işlə məşğul idin kimi mənaları vermək üçün bizə past continuous lazımdır. Baxaq müqayisə edək. Bəs past continuous yoxsa past simple hansını harda istifadə edək? Niyə bəzən past continuous, niyə bəzən past simple lazımdır? Əgər bayaq da dediyim kimi bir işin ortasındaysa, bir hərəkəti hələ bitirməmişiksə və bütün bunlar yenə dediyim kimi keçmişdə baş verir, çünki biz past continuous'dan danışırıq. Əgər bitirməmişiksə, bizə was doing, yəni past continuous lazımdır. Əgər bir hərəkət bitibsə artıq, bizə did, yəni past simple lazımdır. Baxaq nümunəyə. Kate was watching TV when we arrived. Biz çatanda Kate televizor izləyirdi. Buradan belə başa düşürük ki, biz çatmışıq. Çatanda, məsələn dünən biz evə çatdıq və çatanda gördük ki, Kate televizor izləyirdi. Kate o prosesin ortasındadır və biz onu elə gördük. Bir də var deyirik ki, Kate watched TV a lot when she was ill last year. Keçən il xəstə olanda çox televizor izlədi. Burada da bitmiş hərəkətdən danışırıq ki, yəni ümumiyyətlə keçən il o xəstə idi və həmin o xəstə olduğu müddətdə çox televizor izlədi. Amma biz izləyərkən, hər hansı bir iş görərkən bundan danışmırıq. Biz sadəcə olaraq demək istəyirik ki, yəni keçən il o çox televizor izlədi. Bir də var deyirik ki, mən evə gəldim, məsələn, gördüm ki, o televizor izləməklə məşğuldur. Dünən evə gəldim və gördüm ki, o televizor izləyirdi. Televizor izləməklə məşğul idi. You can say that something happened, past simple, in the middle of something else, past continuous. Yəni, bir şey edərkən başqa bir şeyin baş verdiyindən danışa bilərik. Keçmişdə hər hansı bir prosesin ortasında olmuşuq və o prosesin ortasında olarkən başqa bir şey baş vermiş ola bilər. Baxaq. Matt phoned while we were having dinner. O zəng vurdu, biz axşam yeməyi yeyərkən. Deməli, biz axşam yeməyi yeyirdik, oturmuşduq axşam yeməyi yeyirdik və bir anda Matt zəng vurdu. Bu vurdu və qoydu, vurdu və danışdıq. Yəni, bu ani bir hərəkət oldu və bitdi. Biz nahar edirdik, prosesin ortasındaydıq, həmin anda bizə zəng gəldi. Və yaxud, it was raining when I got up. Dünən, məsələn, mən oyandım, yuxudan durdum və gördüm ki, yağış yağır. Deməli, mən oyananda yağış yağırdı. Mən artıq dünən oyandım və gördüm ki, yağışın yağma prosesi davam edir. Yəni, hələ də o proses
bitməyib, hələ də davam edir. It was raining when I got up və dünən baş verdiyinə görə, dünəndən danışdığıma görə, keçmiş zamanı təsvir etdiyimə görə mən təbii ki, burada artıq keçmiş zamanlardan istifadə etməliyəm. When I got up, dünən mən durdum və gördüm yağış yağır. It was raining, yağırdı. I saw you in the park yesterday. Mən dünən səni parkda gördüm. You were sitting on the grass and reading a book. Sən otun üzərində otururdun və kitab oxuyurdun. Deməli, mən dünən səni gördüm və getdim bəlkə də və yaxud da gördüm və salam verdim. Bu ani bir hərəkətdir. Mən səni dünən gördüm. Sən isə otururdun və kitab oxuyurdun. Sən oturmaq və kitab oxumaq prosesinin ortasında idin. Mən səni görəndə sən hələ bu işlərin heç birisini bitirməmişdin. Nə ayağa qalxmamışdın, nə kitabı bitirməmişdin. Sən otururdun və kitab oxuyurdun. Yenə də bayaq dediyim kimi, əgər biz Azərbaycan dilində ırdı, irdi, gedirdin, gəlirdin, oxuyurdun, otururdun kimi sözlərdən istifadə ediriksə, şəkillərdən istifadə ediriksə, deməli bizə ingilis dilində past continuous zaman lazımdır. Yəni prosesin ortasında olduğunu, keçmişdə hər hansı bir prosesin ortasında olduğunu bu zamanla təsvir edirik. Baxaq, bəs harda biz ancaq past simple işlətməliyik? Əgər bir hadisə digərinin ardıcıl baş verərsə, yəni biz ardıcıl hərəkətlərdən danışırıq. Məsələn, durdum, getdim, geyindim, yedim, içdim, çıxdım, getdim, gəldim, aldım. Bütün bunlar ardıcıl proseslərdir və biz bu prosesləri təsvir edərkən bizə past simple zaman lazımdır. Baxaq iki nümunəyə və müqayisədə. When Karen arrived, we were having dinner. Karen gələndə biz axşam yeməyi yeyirdik. Biz deməli yeməyə başlamışdıq, oturmuşduq masanın ətrafında və axşam yeməyi yeyirdik. Və biz axşam yeməyini yeməyə davam edərkən, o prosesin ortasındaykən Karen gəldi və çatdı və daha sonra bizə qoşuldu. Bir də var ki, Karen arrived and we had dinner. Karen gəldi, o gələndə biz nahar etdik. Yəni Karen gəldi, çatdı, biz onu gözlədik. O çatandan sonra biz artıq axşam yeməyi yeməyə başladıq. Karen arrived and we had dinner. Bunlar ardıcıl prosesdir. Çünki o gəlməmiş başlamadı. O gəldi və daha sonra biz yeməyə başladıq. Bir də var ki, biz başlamışdıq, prosesin ortasında idik, yemək yeyirdik. Bir anda o gəldi. Bəzi feillər var ki, onları ümumiyyətlə continuous zamana salmaq olmur. Bu feillərə know, want, hiss və duyğu bildirən feillər daxildir və Unit 4A-da bu feillərin siyahısını görə bilərsiniz. Gəlin baxaq burada bir nümunəyə. We were good friends. We knew each other well. Biz yaxşı dostlar idik və biz bir-birimizi yaxşı tanıyırdıq. Azərbaycan dilində tanıyırdıq deməyimizə baxmayaraq, ırdı şəkilsindən istifadə etməyimizə baxmayaraq, İngilis dilində buna istifadə edə bilmirik. Çünki artıq bu fix qaydadır. Biz know, want və bəzi feillər var ki, hansı ki siyahıda verilir. Biz onları heç vaxt past continuous'da və ya da present continuous'da istifadə edə bilmirik. Ona görə də tanıyırdıq deməyimizə baxmayaraq biz we were knowing deyə bilmirik. Burada artıq belə demək səhvdir, çünki we knew deməliyik. Çünki tanıdıq və bitdi. Onların yanaşma tərzi bu şəkildədir. Bu qədər. Deməli, biz past continuous'u keçmişdə hər hansı bir prosesin ortasında olarkən istifadə edirik və Azərbaycan dilində qarşılığı ırdı, irdi, urdu, ürdü şəkilçiləridir. Və past simple'dan fərqi isə odur ki, past simple bitmiş hərəkəti bildirir, past continuous isə davam etmiş hərəkəti bildirir.